Lobster mənim distopiya janrında izlədiyim ən yaxşı filmlərdən biri idi. Əsasən distopiya kitablarında, yəni romanlarında və filmlərində siyasi motivli olur və yaxud da ki, texnologiya qorxusu olur. Lobster mövzusu biraz fərqlidir. Deməli, Lobsterda cəmiyyətin insanlar üzərindəki, insanların belə deyim, cinsi həyatlar üzərindəki təzyiqləri ki, günümüzdə də bilirik ki, insanlar monoqam və poliqam olur, amma bütün insanlara məsələn evlilik bir qurum olaraq monoqam olmağa hüquqi müstəvidə və yaxud da cəmiyyətin norması olaraq insanlara monoqam olmağa zorlayan bir anlayışdır. Yəni evlilik qurumu iki nəfər evlənir və monoqam olmalısınız. Başqa seçimləriniz olmamalıdır ki, insanın təbiəti belə deyil. Yəni poliqam olan insanlar da var. Yəni poliqam dediyiniz çox münasibəti olan, partnyorları olan ki, bu təbiətdə də belədir. Yəni heyvanlar da biz təbiətdən qopuq deyilik. Yəni ekologiyanın bir hissəsiyik, təbiətin bir hissəsiyik. Heyvanlar da monoqam və poliqam ola bilir və bu Lobster filmində də bu mövzu daha radikal şəkildə işlənilibdir. Filmin mövzusuna keçsək, baş qəhrəman artıq həyat yoldaşını itiribdir, 2 həftə idi səhv eləmirəmsə, ölümündən sonra o otelə yerləşdirilir və daha sonra anlayırıq ki, subay olan adamlar, fərqi yoxdur, partnyorun yoxdursa və yaxud da ki, ölübsə və yaxud da ki, ayrılmısansa, bir otelə yerləşdirilir bu adamlar və onların hətta ilk başda otelə girəndə özü ayaqqabısının nömrəsini deyir, amma deyirlər ki, sən özündə nəsə geyinə bilməzsən, bütün əşyalarını alırlar. Bu səhnə əsasən, yəni bu səhnəyə baxsaz, o otelin bir həbsxana olduğunu, yəni həbsxanaya gedəndə əsasən insanların aksesuarlarını alırlar, geyimlərini dəyişdirirlər ki, ilk səhnədə görürük ki, baş qəhrəman, yəni o səhnədə arxada dayanan adamlar çılpaq şəkildə görürük. Yəni bir həbsxananı xatırladır bu otel və buranın bəzi şərtləri var. Şərtlərinə görə sən burada cütləşməlisən, yəni bir partnyor tapmalısan, amma sənə bənzər bir uyğunluq olmalıdır tapdığın partnyorla, orta özəlliyin olmalıdır məsələn. Və deməli sənə müəyyən bir müddət verilir. O müddətə qədər sən əgər partnyor tapmasan, cütləşə bilməsən, bir heyvana dönüşürsən. Və orada da soruşurlar, lobster demək də, yəni ondan soruşulur ki, nə olmaq istəyirsən, hansı heyvana dönüşmək istəyirsən. Digərləri məsəl üçün it deyirlər ən çox, amma bu lobster deyir, özünü, yəni deyir ki, həm quruda, həm də suda yəni yaşaya bildiyi üçün lobster seçir və müəyyən bir müddət ərzində, bir də bunların bu müddətini uzatmaq şansı da var. Belə ki, bir qrup adam da bu oteldə, yəni anarxistlər deyə biləcəyimiz kütlədir. Bunlar da bu sistemə boyun əyməyiblər, meşələrdə kənarlaşdırılıblar, yəni sisteminə. Meşələrdə yaşayırlar, amma bu otelin üzvləri o zamanlarının, yəni heyvana dönüşmə zamanlarının uzadılması üçün ovlanma eləyirlər. Yəni gedirlər həmən tək yaşayan adamları ovluyurlar, öldürürlər. Hər bir adamın ölümünə görə dönüşüm müddətin bir gün uzadılır və gündəlik, yəni uyğunlaşdırma olur. Və cütləşmə prosesində bu arada səhnələrin birində görürük ki, oğlanın kəmərinə bağlanır, açarla bağlanır. Çünki o tək başına masturbasiya eləyə bilməz. Masturbasiya qadağandır. Hətta bir yerdə kişinin biri masturbasiya eləmişdi, cəza alırdı. Və bir tərəfdən də, yəni hissini itirməyəsən deyə, cinsini hissini itirməyəsən deyə otelin işçiləri, qadınlar gəlir, təhrik eləyir, amma davamını gətirmir. Yəni təhrik eləyir ki, sən o hissini itirməyəsən. Və daha sonra gündəlik olaraq oteldə eyni geyimdə olan qadınları görürük. Bunlar yemək yeyirlər və yaxud da ki, musiqi dinləyirlər və bu şərtlərdə partnyor tapmalıdırlar. Məsələn, oradakı obrazlardan birisi özünü yalandan uyğunlaşdırmaq üçün burnu qanayan bir qız olur. Bu yalandan özünə deyir ki, yəni həyatda qalmaq üçün mənim də burnum qanayır. Özünün başını vurur, nə bilim, burnunu vurur, qanadır. Sonra deyir ki, bu təbii haldadır. Yəni bizim ortaq cəhətimiz var. İkimizin də ortaq özəlliyi var. Burnumuz qanayır. Və bu deməli oteldə də eyni zamanda səhnələşdirmələr olur. Bu səhnələrdə mən ən təsirləndiyim demək olar ki, filmin o səhnələridir.
O oteldə yaşayan adamlara səhnələr göstərilir ki, bir səhnədə kişi və qadın yemək yeyir. Məsələn, kişi boğulur, qadın onu xilas eləyir. Və yaxud da ki, göstərir ki, gecə qadın tək başına yol gedir, o qadını tutub təcavüz edirlər, amma yanında kişi olanda ona xilas eləyir. Və yaxud da ki, kişi tək yemək yeyirsə, o boğulur, onu xilas eləyən olmur. Yəni bir növ təbliğat deyəm. Mən bunu nəyə görə çox bəyəndim? Çünki çox var homoların belə ən çox dindar kəsimdə olur. Deyirlər ki, bizim uşaqlarımızın tərbiyəsini pozurlar, təbliğat aparırlar. Yəni təbliğat dediyin şey iki kişinin sevişməsi, ekranda görünməsi, onların sevgisinin göstərilməsi, belə deyim, normaldır, onsuz da bu şey. Sənin təbliğat aparacaqsan, onda bu məntiqlə qadın və kişi münasibətləri də onsuz da təbliğatdır ki, yəni onsuz da belədir. Yəni ailə qurumudur, ailə evlilik sektorda onsuz da dövlətin marağını güdür. Nəyə görə? Məsələn, əslində siyasət dediyimiz şey, məsəl üçün çox vaxt deyirlər ki, çox absurd bir yanaşmadır bu. Əxlaqsızlığı yaymaq üçün kişi ilə kişinin və yaxud da eyni cinslərin münasibətini normallaşdırırlar. Yəni burada baxsaq, əslində eyni cinslərin evliliyi ona görə bir alğı yaradılıb ki, cəmiyyət tərəfindən, bu əxlaq alğısı daha doğrusu. Ona görə formalaşdırıb ki, eyni cinslər birlikdə olanda bunlar çoxalmır. Yəni bunların uşaqlar olmur. Bu da dövlətə sərf eləmir. Çünki nüfus lazımdır. Dövlətə ailə sektoru lazımdır ki, evlilik qurum olaraq lazımdır ki, bir qadın və kişi birləşsin və onların uşağı olsun. Uşağı olmaq nəsil artırır, nüfus deməkdir dövlət üçün. Yəni əslində dövlətin təbliğ elədiyi şey budur ki, biz gözümüzü açandan tarixlər boyu da biz seriallarda, filmlərdə qadın və kişi münasibətlərinin romantikləşdirildiyini görürük və yaxud da ki, nağıllarda ömrü boyu yəni məruz qaldığımız şey bu münasibət olubdur. Yəni onda buna təbliğat deməyək, siyasət deməyək, amma iki dənə həmcinslinin münasibətini adi Instagramda görək, deyək ki, təbliğat, əxlaqımız pozuldu. Bunu deyən adam çox absurddur. Yəni bir altında fikrini əsaslandırmalısan ki, bunu dövlət eləyir, siyasətdir. Amma dövlətin buna nə kimi çıxarı ola bilər ki, iki dənə eyni cins adam evlənəcək və yaxud da ki, öpüşəcək. Yəni bunda dövlətin nə gəlir əldə eləyir? Amma əks cinslərin evliliyindən dediyim kimi bir nüfus qazanır. Ona nüfus lazımdır. Nüfus da niyə lazımdır? Məsələn, Erdoğan dediyi, ən az 3 çocuq dedi. Səhər müharibə olanda, yəni bu tarix boyu belə olubdur. Səhər müharibə olanda əskərə savaşmağa göndərəcək adam olsun. Yəni əksinə bu qadın-kişi münasibətlərinin bu həddə romantikləşdirilməsi, bütün izlədiyimiz filmlər, oxuduğumuz kitablar bu üzrədir. Yəni bir 90% deyim, əks cinslərin münasibətinin romantikləşdirilməsi üzrədir. Yəni bunun səbəbi əslində siyasidir. Əslində bu bir təbliğatdır belə baxanda. Və dediyim kimi bu səhnələrdə mənə eynisini xatırlatdı və yaxud da ki, mən Malena filmində bir detal mənə çox xoşuma gəlirdi ki, Malenanın əskərlikdə olur deyə hər kəs ona göz tacizi deyirlər də, yəni baxışı ilə belə olsun, o taciz eləyir. Yəni qadın bunu baxışında da hiss eləyir və əri gələndən sonra, müharibədən qayıdandan sonra Malenaya artıq heç kim baxmır. Yəni bu deməkdir ki, bir qadının dəyəri onun həyatında kişi olub olmaması ilə ölçülür. Məsələn, dindar qadınlarda da bunu çox müşahidə eləmişəm ki, adi bir mövzudan danışanda atasının, qardaşın vurğulayır və yaxın zamanda da məsəl üçün atası olmayan qızlarla bağlı bir fikir bildirilmişdi. Yəni bu bizim cəmiyyətdə onsuz da cəmiyyətin əxlaq normasına uyğun gələn bir anlayış idi. Bir qadının qız uşağının başında atası yoxdursa, qardaşı yoxdursa və ya demək ki, onun əxlaqını kontrol edən heç kim yoxdur. Yəni atası üstündə olmayıbsa, qardaşı da yoxdursa, bu qadın demək ki, azad olub. Çox azad qadın anlayışı ümumilikdə belə çox dəhşətli və qorxulu təsvir edilir ki, bu sadəcə bizim cəmiyyətə də aid deyil. Yəni tarix boyu mifologiyalardan da biz bunu görürük. Bu Cadugarovlarında da dediyim kimi biz bunu görmüşdük. Və deməli, burada əsasən bu təbliğat göstərilir. Yəni gecə təksənsə sən, qadın ortaya çıxsan, sənə təcavüz ediləcək. Amma qardaş və yaxud da ki, əsasən ər nəyə görə lazım? Səni qoruyur. Bu səhnələr filmin ən canlanıcı səhnəsi idi. Daha sonra, yəni partnyor tapa bilmir, adam özünə uyğun birini tapa bilmir.
Oradakı obrazların da, qadın obrazlarının da əksəriyyəti, məsələn, biri ovlayır davamlı olaraq müddətini uzadır, amma kişilərə üz vermir, tutalım, qadınları analiz eləyəndə görürük. O birisi, məsələn, çox gözəllik qayğısı olan birisi, çox bəzənir, ona görə də özünə partnyor tapmır da, bir növ deyim, özünə aşiqdir. Nəticə olaraq adam hətta cinayət eləyir sonlarda. Cinayət elədiyi üçün də buradan qaçır. Filmin ən ironik deyim səhnəsi də bundan sonra yaşanır. Çünki bu səfər meşəyə qaçır, o tək insanların olduğu yerdə. Burada da bir diktə mövzusu var. Burada da oteldəkinin əksinə cütləşmə icazən yoxdur. Yəni kimsə sevə bilməzsən, qadın-kişi münasibəti qadağandır. Tam yəni əslində cəmiyyətin monoqam olmağa da belə deyim təzyiq var. Eyni zamanda da poliqon olmaq. Yəni ikisi də eyni dərəcədə bir təzyiq var. Və burada gedir bir qızla sevir, qıza aşiq olur, münasibətlər yaranır, təbii ki, gizli olur. Daha sonra onların liderləri həmən qızı bilir bunların sevgisini, qızı kör eləyir bilərəkdən. Sonra yəni qısa danışıram. Lobster çox qəşəng bu arada. Fərqli mövzuda olan bir film idi və qızla daha sonradan qızı kör olduğu halda belə, yəni ondan qaçırlar. Filmin sonunda aydın olmur, yəni açıq qalır ki, o gedir, deyir ki, gedəcək tualetə. O da öz gözün kör eləyəcək ki, qız da eyni şərtlərdə olsun. Yəni dediyim kimi bir diktə var, özünə uyğun olanla. Məsələn, bunu tarix boyu əsasən romanlardan, nağıllardan, filmlərdən gördüyümüz qadın-kişi arasında sosial, təbəqə, sinif fərqlərindən daha doğrusu mövzularda Türk Yeşilçam filmlərində də çox olurdu, gülünc səviyyədə. Yəni varlı qız, kasıb oğlan, siz bir-birinizə uyğun deyirsiniz və yaxud da ki, qız qəşəngdir, oğlan çirkindir, oğlan qəşəngdir, qız çirkindir. Yəni bunun özü də bir cəmiyyət səndən gözləyir ki, bir uyğunluğun olsun. Məsələn, Adriana Lima yaxın tarixdə Metin Haraydı, səhv eləmirəmsə, bir oğlanla münasibəti vardı və hamı fikir bildirirdi ki, Adriana Lima gözəldir, ona yaraşmır. Yəni bunun özü də bir göndərmə idi cəmiyyətin bu baskısına. İstər təbəqə mövzusu olaraq, istər xarakter olaraq, istər görünüş olaraq cəmiyyət sənə bir şeyi diktə eləyir. Özünə uyğun olanı seç. Əsasən, məsəl üçün, dediyim kimi filmi tamamlayım və filmdə bizə aydın olmur ki, o uyğunlaşmaq üçün gözünü kör eləyəcək, yoxsa oradan qızı qoyub qaçır. Bunu bilmirik. Və deməli, daha sonra, film bitəndən sonra, deməli, cəmiyyətimizdə necə müşahidə eləmək olur bunu? Əsasən, məsələn, bizim toplumda da var ki, istəyirsən, yəni hər hansısa bir elmi kəşfə imza at. Fərqi yoxdur. Bir qadın olaraq ailən yoxdursa, sən yarım hesab olunursan, yəni dəyərsiz hesab olunursan, tamamlanmamış hesab olursan və yaxud da ki, tək olan qadın və kişilərə, eləcə də kişilərə var bu baskı. Əsasən ailələr tərəfindən baskı edilir. Ailə qur, nəslini davam eləsin. Yəni nə məcburdur? Niyə bu adamın nəsli davam eləməlidir? Yəni hansı səbəbdən? O qədər lazımlı bir varlıqdır ki, dünya bunun nəslindən məhrum olmasın. Bu mütləq nəyə görə davam eləməlidir nəslini? Və belə bir baskı da var, bilirik. Yəni dediyim kimi bu kişilərdə də var bu baskı. Əsasən film bu mövzudadır. Deməli, dediyim kimi, yəni evlilik qurum olaraq belə bir diktədir insanlara. Yəni bir dənə film var idi, adını xatırlamıram, Koreya filmini, Türklər serialını çəkmişdi. Orada bir dənə səhnə var idi. Həm evli idi, arvadına xəyanət eləmişdi. Sevgilisini də, yəni bir dənə səhnədə deyirdi ki, mən həyat yoldaşımı da sevirəm, sevgilimi də sevirəm və insanlar bunu linçləyirdi, yəni pis obraz olaraq qəbul edilirdi. Halbuki, yəni bu çox insan təbiətinə yad olan bir şey deyil. Bir insan eyni anda iki nəfər sevə bilər. Yəni birini tamam fərqli sevirsən, yaşadıqlarından dolayı sevirsən, birini yaşayacaqlarından dolayı. Anormallıq harda yaranır? Bu anlayışı, məsələn, dindəki kimi, İslam dinindəki kimi sadəcə bu hüququn kişiyə verilməsi. Bunu da nəyə deyirlər? Yəni bu da sadəcə İslamda olan bir anlayış da deyil. Ümumiyyətlə çox partnyorlu olmaq da sadəcə İslamına aid bir şeydir. Almanların da məsələn belə bir kulturu var, bir neçə arvadı olur, yəni birlikdə yaşayırlar, həyat yoldaşı olur. Amma burada bəzi məsələlər yaranır ki, məsələn, qadınlara aid eləmirlər. Bu da təbii ki, yəni Platondan bu yana ən tarixdə iz qoymuş filozoflardan, dahilərdən hamısı yarım qadını necə adlandırdılar? Yarım kişi, yarımçıq insan və yaxud da ki, qüsurlu hesab eləyirdilər. Yəni qadın
Nəyə görə? Məsələn, Schopenhauer'un ən məşhur mizoginistlərdən biri idi. Məsələn, nəyə görə bərabər qoymurdu? Bioloji olaraq həmişə bu məsələn feminizmdə, məsələn, klassik feminizmin də doğuşu ilk dəfə bu məsələdən, bu bioloji ayrı-seçkilikdən artıq yaranmışdı klassik feminizmdə. Çünki o dönəmə qədər qadınlar sadəcə uşaq dünyaya gətirmək üçün mövcuddular. Siyasi proseslərdə, sosial məsələlərdə iştirak eləmirdilər. Hüquqları yox idi. Hər hansısa bir toplumun gedişatındakı hüquq məsələlərində səs vermə, fikir bildirmə haqqları yox idi. Fikir bildirə bilməzsən. Sən doğmaq qabiliyyətin var, doğmalısan. Bunun üçün varsan. Yəni bir insanın doğma qabiliyyətinin olması, nəsil artırma qabiliyyətinin olması diktə edilməməlidir ki, sən doğmalısan. Bu səndə varsa bunu eləməlisən və yaxud da bundan ibarətsən. Yəni ilk dönəmlərdə belə bu bioloji məsələyə görə deməli qadınlar artıq üsyan edirdilər bildiyimiz kimi Fransada və bu deməli seçimlər poliqam münasibətdə keçəndə nə deyirlər kişilər bu səfər? Deyirlər ki, məsələn Schopenhauer nə deyirdi qadın kişi bərabər olmasın deyə? Mən kişiyəm tutalım. Bir kişi istədiyi halda ildə tutalım 100 dənə uşağı da ola bilər. Amma qadın sadəcə bir dənə uşaq dünyaya gətirə bilər. Yəni bioloji olaraq sən artıq qısıtlanmısan. Sən özünü kişi ilə bərabər tuta bilməzsən. Yəni bu inanılmaz dərəcədə bəsit bir müqayisədir. Çünki yəni qadının dediyim kimi sən o dönəmlərə qədər qadının dəyəri uşaq doğmaqla ölçülürdü. Yəni bu o demək deyil ki, qadın iki kişi ilə münasibət quracaq və ikisindən də uşaq dünyaya gətirəcək. Belə bir şey deyil ki bu. Eyni anda, yəni bir yük yüklənib ki, kişi ehtiraslı ola bilər və kişinin ehtiraslı olması, azad seks həyatının olması çox fəxr edilən bir şeydir. Amma qadın, onsuz da qadının, məsələn dində qadını niyə bükürlər, bağlayırlar? Kişi sənin saçını görüb təhrik olmasın. Amma eynisini kişiyə eləmirlər. Yalandan bir dənə ondan əvvəl ayə var ki, İlk pərdə kişilərin gözünü endirilibdir. Amma şərtlər bərabər deyil. Yəni bunu necə əsaslandırıb müqayisə edirsən ki, birinə qapan deyir, o birisinə deyir gözünü yum. Yəni bunu necə eyniləşdirmək olar? Bu ideologiyanı, nə bilim, dini necə bu tərzdə bu ayəni ilə müdafiə eləmək olar? Çox absurddur da, çox gülüncdür. Nəyə görə belə bir anlayış var? Qadın şəhvət duya bilməz. Yəni kişiyə baxıb təhrik ola bilməz. Qadının ehtirası güclü deyil. Kişi də güclüdür. Yəni nəyə əsasən kim bu alğını formalaşdırıb ki, qadınlar daha ehtiraslı deyil və yaxud da ki, qadınlar daha çox yataq istəyirlər. Yəni hardan formalaşıb da bu kişilərin alğısıdır. Yəni belə bir şey yoxdur əslində. Dediyim kimi də, yəni münasibəti uşaq doğmaqla ölçmək Schopenhauer'un da belə səyliyi idi. Yəni qadın eyni anda poliqam ola bilər, bir neçə adamla münasibəti ola bilər və biz əslində bu o qədər önəmli bir mövzudur ki, evlilik kimi ciddi bir qurumda və ya münasibət quranda belə bu mövzu danışılmalıdır. Çox normal bir şeydir. Yəni poliqam olmaq, qəhvə olmaq demək deyil. İstər kişidə, istər qadında. Sən bunu danışırsan sadəcə olaraq ki, yəni sən tək münasibət sənə okeydir, yoxsa elə adamlar var ki, mənim ətrafımda da var, evlidir. O demək deyil ki, o həyat yoldaşını sevmir. Sadəcə olaraq o poliqamdır. Yəni onun başqa bir qadına və yaxud da kişiyə maraq göstərməsi, həyat yoldaşını, uşaqlarını, ailəsini sevmir mənasına gəlmir. Bu cəmiyyətin yaratdığı bir alğıdır, əxlaq normudur. Bu filmin də dediyim kimi mövzusu bu mövzulardaydı. Yenə də təkrar edirəm, əsasən o səhnələrdəki bizə təbliğ edilən, daha doğrusu orada oteldəkilərə təbliğ edilən şeyi əsrlərdə artıq ekranlarda, kitablarda bizə təbliğ edilən kişi-qadın münasibətinin normallaşdırılması kimi olaraq görürəm. Cəmiyyətin normalları olaraq cəmiyyətin baskısı, dövlətin baskısı var, bizim gözə görünməz əllər deyirlər ona. Bizim şəxsi həyatımızda, intim həyatımızda dövlətin də gözə görünməz əli var, cəmiyyətin də var. Özümüz hətta bunun fərqində olmuruq. Bu fərqində olmadığımız şeyləri də bu film bizə radikal surətdə göstərir.